Tapşırıq yerine getirildi. Mərzu edir Ali Başkomandan İlham Əliyev. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan. Belə bir vəsiyyət etmişdi ulu öndərimiz. Qarabağ azad olunduqda bitər dərsərimiz. Atanın əmrini icra eləyən rəhbərimiz verib hər bir yana elan dedi ki, yaşasın Azərbaycan yaşasın. Verib hər bir yana elan dedi ki, yaşasın Azərbaycan yaşasın. Yeni Xankəndə girib. Dostlar, bu da mənim hazırladığım yazılı təqdimat ərşivimdir. Əvvəl mən bunu sinifimiz üçün hazırladım. Amma sinifimizin adından elə oldu ki, bunu koridorda stend hazırlandı. Orada mənim rəsmim, hazırladığım təqdimatlı yazı, bir dənə də ərşivim var. Onu da videonun gələn hissəsində görəcəksiniz. O da orada görüldü, qoyuldu. Rəsmimi çəkməmişəm, amma vaxtım olanda onu da çəkib sizin üçün ayrıca paylaşacağam. Bu da ikinci ərşivimdir dostlar. Bunu da sizə dediyim kimi sinifimiz haqqında, burada bizim sinifin, 7A sinifinin bütün uşaqların fikirlərimiz var. Şuşaya gedən yollar, yəni Şuşaya necə getmək olar, bunun haqqında bütün fikirlərimizi bir yazıda cəmləşdirib hazırlamışam. Burada da çox gözəl bir işdir. Şuşa qalası, Xari Bülbül və sair burada təsvirlər var. Bu da stenddə paylaşılan ərşivlərimdən biridir. Allah cəmcəmizə. Yaxşını da öldürür, yalanı da öldürür. Zülmətdir müharibə, dəhşətdir müharibə. Gəlin bunu yapsın, olmasın müharibə, olmasın müharibə. Azərbaycan, buradan öldür bulaqları, səndən kimi yaylanları, değişdiriş oymaqları. Azərbaycan, Azərbaycan, ormanında maral bezər, göllərində ceylan süzər, göllərində balqar üzər. Azərbaycan, Azərbaycan, qayaların əlvan bərber, belində var qızıl kəmər, bir yanında Bəhrü Həzər. Azərbaycan, Azərbaycan, sinir olur şölə salır, dünya səndən işıq alır, verməyəndə zülmət qalır. Azərbaycan, Azərbaycan. İgidlər ısqalıyla yazı zəfər dastanı, o təsir gözləmişik bu tarihi bu anı. Dəmir yılmaz düşmənə öz yerini göstərdi. 44 gündür döyüşlər qalibi zəfərdir.